qəbridir. Qızı Kimnaz bibinin, o da Əkbər əminin qəbridir. Aşıq Şəmşir qəbri nurla dolsun cəmi əzizlərimizi. Bu günləri Aşıq Şəmşirin məzarını da vandallar darmadağın eləyirdi. Allah rəhmət eləsin. Şəkil görən o vaxtdan qalandı. Yox, sonra qoyulur. Sonra qoyulur. Dədə Şəmşirin şəkli budur. Dədə Şəmşirin şəkli. Allah rəhmət eləsin. Gör bunu çəkə bilirsən belə. Gözəl bir misrası var idi. Yazır ki, baş daşında yazılmışdı ki, keçər qəbrim üstdən ayaqlar məni, namərd. Yəni, bax, o söz var idi. Var idi. Bəli. Bu da Kimnaz bibiydi, eləmi? Bəli. Zahid İsmailovun həyat yolda. Yox, bu Əkbər müəllimin. Əkbər müəllim. Bəli, o Kimnaz bacının. Çox rəhmətə yedi. Kimnaz bibi Zafir. Bəli. Zahid İsmailovun həyat yoldaşıydı. Çox gözəl bir. Bəli, Allah rəhmət eləsin. Mən çox istəyirdi, Allah ona qəni rəhmət eləsin. Amin. Həmişə məni görəndə deyirdi, sən tərlansan, tərlan. Allah rəhmət eləsin. Bu da şəhid oldu. O da terror... Şəhid oldu, fərqi yox idi. Terrora məruz qaldı, şəhid oldu. Terror qurban oldu. Bəli, terror qurban oldu. Otaq qayadan keçən Ağdərə yolu o zaman şəhid oldu. Allah rəhmət eləsin qəni. Amin. Bu günləri biz Dədə Şəmşirin uyduğu bir məzarlıqdayıq. Və buradan bütün Ağdaban kəndi, bax Rafiq sənə göstərdim, bax o yalın başında mən postda olmuşam. Bəli. Döyüşlərdə olmuşam. Sarı Oydun da mənim Qasay dayımın yaylağı var idi. Bəli, Sarı dağın başında. Sarı dağın başında Qasay yurdu deyilir orada. Bəli. O həmin vaxtda Ağdaban faciəsində də mən də buradaydım. Kəlbəcər uşaqlarından bir yerdə. Amma hər yeri erməni Rus birləşmələri tutmuşdular deyin, mövqeləri götürmüşdülər deyin. Biz heç nə bir şey eləyəlmədik. Kəndin insanları özləri döyüşürdü düşmənlə. Amma biz kəndin insanlarına kömək eləyəlmirdik. Bax burada deməli Mamoy deyirəm, Mahmud. Məhəmməd kişi. Mahmuddur, əsl rəsmi adı Mahmuddur. Həmin Mahmud kişi burada özünə səngər eləyib, Aşıq Şəmşirin qəbri daşıyır. Düşmənlə döyüşürmüş. Adam göndərib ki, Kəlbəcərə xəbər eləyin, kənd basqına məruz qalıbdır, hücuma məruz qalıb. Düz bax bu küncdə. Bax, düz bu küncdə rəhmətlik. Bax, bu küncdən bax, o dağdan atılan güllələrə qarşı, bax, kəndə girən ermənilərə qarşı, bax, buradan döyüşüb. Burada da şəhid olub, bəli, Mamoy kişi. Bax, o bu künc, bax, Mamoy kişinin şəhid olduğu yer. Yılmaz bəy, bu günləri gözəl insan, Kəlbəcərə Qayıdı İctimai Birliyinin təşəbbüsü ilə biz dedik ki, Ağdaban faciəsini, Dədə Şəmşirin qəbrini gedək ziyarət eləyək, Ağdabanı ziyarət eləyək. Bu bizim qismətimiz oldu. Burada bizim qəhrəman insanlarımız, gözəl söz sənət adamları şəhid olubdur. Ağdaban həqiqətən tarixdə 3 dəfə məruz qalıb soyqırıma, amma qəhrəmancasına da döyüşüblər. Döyüşüblər. Yəni əgər Ağdaban cəmaatı Ramiz bəy müqavimət göstərməsəydi, böyüklük, kiçiklik, kənddən bir insan sağ çıxa bilməzdi. Yox. 700 nəfər insanın 5%-ni 1000 nəfər ordu ilə burada kəndi mühasirəyə alan yağı düşmən cəmi 33 nəfəri həyatına son qoya bildi. O bu cəmaatın yiğit kişilərinin, nər oğullarının, döyüşən kişilərin adını çəkdiniz. Məhəmməd kişi də, Mamoy kişi. Saşa Hüseynov, rəhmətli Saşa Hüseynov. Burada şəhid olublar, döyüşüblər. Mən bildiyim qədər verilsə yaxşı olar. 1000 erməni döyüşçüsünə, tankına, tüfənginə qarşı cəmi 36 silahlı Ağdabanlı olub. Öz avtomat. Avtomat silahla onlara müqavimət göstərir. Əgər o üzr istəyirəm, bağışlayın. Bir kənd kimi bizi Ağdabanı xatırlamalıyıq. Dədə Şəmşir, Aşıq Qurban nəsli. Aşıq Şəmşir, Aşıq Qurban yetişdirməsi burada yetişiblər. Bu torpaqdan, bu gözəl dağlarda, bu gözəl dağların bulaqları su içir.
Elə bu gözəl Gözəl. torpaqların, bu gözəl Gözəl. suyun, abi Ermənilər havası, gözəl də şeirlər yazır. tarix Burada boyu da şeyler, elə belə şeyler şeyler yazdı. torpağın Bəli, sakini gör abi. yazmalıdır da. Bəli, bəli. Bəli. Gör nə Nətər qədər saflıq deyil? olubdu. Nətər deyir, namərd körpəsindən Keçmə Dədə- namərd Dədə körpüsündən, Şəmşirin- qoy aparsın sellər səni. Sellər. Bəli. Dədə Şəmşirin abidəsini, heykəlini bunlar gör. Nə günə qoyurlar. Qəbrini, məzarını dağıdırlar. Hə, gör nə günə Belə bir vurdu. tarixi şəxsiyyət. Böyük Türk kişisidir. Yəni deyək ki, nəinki Kəlbəcərin, Azərbaycanın milli sərvətidir. Azərbaycanın Belə bir insanı, aşıq belə bir- yaradıcılığını, Hə. Azərbaycan şeir sənətinin dahilərindən, Bəli, bəli. dahilərindən- Görkəmli xadimlərdən biridir, bəli. Aşıq Bəli, Qurban nəsli Bəli. Kəlbəcərin ədəbi mühitinin banisidir. Bəli, Banisi. bəli. Aşıq Qurban nəsli. Belə bir tarixi nəsli bunlar məhv edir. Həqiqətən bu günlərin biz gəldik Dədə Şəmşirin qəbrini ziyarət elədik. Biz gördük ki, həqiqətən ermənilər, vandallar bu qəbirləri görün nə günə salır. Bəli, baxın. Onların bu həmişə adətidir. Ancaq bu günlərə şükürlər olsun ki, möhtəşəm ordu, gözəl generallarımızın, hərbiçilərimizin sayəsində torpaqlarımız azad olub. Artıq Dədə Şəmşirin və o birilərinin, bütün şəhidlərin, bütün Kəlbəcərdə yatan bütün ruhların hamısının ruhları şaddır. Ona görə çox sevinirik. Allah hamısına rəhmət eləsin. Allah Taala bir də bizə, Azərbaycanımıza müharibəni gətirməsin inşallah. Göstərməsin Qələbəmiz inşallah. Qələbəmiz daimi əbədi olsun. Daim Bəli, əbədi bəli, olsun. bəli. Eşq olsun. Rafiq sözün, Ağdaban sakinisən sən, de görək. Çox sağ olun, bəx qeyd etdiyim kimi, bugün sizin gəlişiniz bizə o qədər gözəl təsir etdi, xoş təəssüratlar bağışladı ki, vallahi elə bilirəm ki, heç Ağdaban kəndi işğal olmayıb, elə bilirəm heç qəbirlərimiz də, evlərimiz də heç biri dağılmayıb. Bu qayğı və diqqətinizə görə hər birinizə təşəkkür edirəm. Bəli, Bəxtlar müəllim çox gözəl qeyd elədi ki, 30 nəfər əlində olan avtomatın hesabına buradan 744 nəfər salamat çıxdı. Çox düzgün qeyddir o, həqiqətən elədi. Çünki bəzən elə söhbətlər edirlər ki, Ağdaban möcüzə əsasında xilas olur. Amma belə deyildi. Bax, Direniş var idi, döyüş var idi. Mamoy- Ben şahsen onun Bəli, şahit Mamoy- olmuşam. Saşo Hüseynov ermənilərə qarşı. Bəli, bəli. Yəni o döyüşə görə, bu yerlərdən, belə nöqtələrdən atılan avtomatın, silahların səsinə onların diqqətini həmin bu nöqtələr çəkdi ki, cəmaət xilas ola bildi. Yoxsa mümkünsüz bir məsələ idi. Təsəvvür edin, bu gördüyünüz yer təmiz tutulmuşdu. Təmiz, yəni bir yerdən bir xət, bir yol yox idi. Hətta bizə Kəlbəcərdən gələn yol da tutulmuşdu, bildiyiniz kimi. Hansı- Bəli, bəli. yeddi nəfər Bizim şəhid- qabağımızı Bəli, biz gələndə bəli. BMP'ki ilə Bəli, qabağımızı orada- kəsdilər. Yəni buradan çıxmaq mümkün deyildi. Sadəcə o döyüşün hesabına, o vuruşun hesabına Bəli, bəli. biz buradan salamat çıxa bildik. Kənd, Və kənd hamısı qəhrəmancasına döyüşür. Hətta o zaman Elə- elə- silah da yox idi. elə- Yox. Gör nə deyirəm. Çıxmışdı. Nəsimi bəy, gör nə deyirəm. Bəli. Elə burada məhz insanlar müqavimət göstərdiyinə görə insanlara qarşı ən ağır işgəncələr verir. Bəli. Qulağını kəsmişdilər, başını Bəli, kəsmişlər, bəli, bəli. ürəyini çıxarmışdılar. Mən onları gördüm. Bəli, bəli, bəli. Onun heyləkini o insanlar qəhrəmancasına döyüşüb müqavimət göstərdiyinə görə onlardan heyf almış. Ağcaban faciəsindən sonra da Xocalı Və bu faciəsi gün də- baş verdi. bu gün də Bu bizim- faciələr hamısı üst-üstə gəldi. bu gün də bizim Məhəmməd qardaşımız, Allah canını sağ eləsin. Ona da şəxsən Ağdaban İctimai Birliyi adından, Ağdaban eli adından yenə də öz minnətdarlığımızı bildiririk ki, o öz qələminlə, öz hərəkətinlə, öz yerişinlə 35 ildən artıqdır ki, o da öz sahəsində mübarizə aparır. Bugünkü qələbədə Məhəmməd qardaş kimi oğulların da böyük əziyyəti var, böyük zəhməti böyük var. əziyyəti Çünki Məhəmməd bütün o şəhidlər ki yazıbdı, bəli, inandırım ki onların özü ilə yaşayıbdı. O da şəhiddir. mən də ona görə deyirəm, Hə. onun da çox böyük payı var. Biz şəxsən ona da minnətdarlığımızı bildiririk. Və Allahdan arzu edirəm ki, bizim xaraba kəndlərimiz abad olsun. Siz gələndə sizi bir
gözəl bir qarşılaya bilək. İnşallah. Vəziyyətinizdən çıxa bilək. İnşallah. Bax ora kətli Çayqovşandır. Bax indi bilmirəm oradan evlər görükmür. Kəlbəcərin harasını getsin. Aşıq Şəmşirin evi düz ordadır, görükür. Amma buradan Müəllim də bir tanışın Abuşov Məhəmməd Məmməd müəllim də danışsın Elşən bəy də. O qədər bu Ağdaban Məmməd bəy buyur görək. şəhidləri haqqında yazıb. Çox əziyyət Çox çəkib. məlumatı var Ona ya görə Məmməd bəy. məlumatlıdır. Ona görə xahiş edir Məhəmməd müəllim danışsa daha Məqsədə uyğun olardı. Ağrını, acını, o faciəni canlı yaşayır. canlı yaşayıb. Bu bizim Çingiz Mustafayevimiz. Var olun. Var olun ki, Kəlbəcərə Qayıdış İctimai Birliyinin dəsti xətti ilə Kəlbəcərin bir qrup ictimai nümayəndəsi, o cümlədən Məhəmməd Nərimanoğlu da bugün Ağdabandadır. Və bu gəlişimə, bu dönüşümüzə, bu qayıdışımıza görə Tanrımıza, Müzəffər Ali Başkomandanımıza, onun dəmir yumruq siyasət altında və hərbi diplomatik siyasət altında bütün Azərbaycanın işğal altında qalmış ərazilərinin azad olunaraq zəfərlə yurda dönüşümüzə min şükür etmək üçün buradayıq. Bəli, amma nə qədər zəfər çalsaq da 33 il öncə sinəmizə çəkilən bu dağ heç vaxt yaddan çıxmayacaq. Bəli. Mən həmin tarixdə 92-ci ildə Kəlbəcərdə Yenilik qəzeti redaksiyasında işləyirdim və səhər tezdən aprelin 8-də xəbər çatdı ki, Çapar istiqamətdən Ağdabana hücum olunur. Posta bizim özünü müdafiə batalyonunun qeyrətli belə keşik çəkən oğullarının amansızcasına qətlə yetilərək kəndi gülləbarana tutublar və ölüm itkirlər. Kəndə giriş qadağan idi, təbii ki, hərbi vəziyyət var idi. Lakin biz redaksiya olaraq, jurnalist olaraq biz kəndə girə bilmişdik. Ağdabana Çayqovşanla Ağdabanın arasında yol ayrıcında bizi bir KAMAZ maşını qarşıladı. Dedilər ki, bax bu maşından da kəndə köməyə gedirdilər. Və biz bugün dayandığımız bir yerə çatanda sanki bizi dədə qarşıladı. Dədə Şəmşir qarşıladı. Yerin behişdir. Cənnət onsuz da ustad. Amma 33 il ərzində ruhun nigaran idi. Tək idi ruhun göylərdə. Bugün hamımızın ruhu səndəndir. Çünki biz sənin ruhuna gəldik. Cənnətinə gəldik. Sənin sevdiyin hər iki kəndin qənşərində durub. Sən əvəzdən salavat çevirirəm, dua oxuyuram, ruhun şad olsun deyirəm ki, biz bugün sizin ziyarətinizə gəlmişik. Ağdaban o günü o dara qalırdı. Rafiq müəllimi yaxşı qeyd elədi və kəndə giriş mümkün deyildi. Kənddən yandırılıb külə dönülmüş meyitləri çıxartmaq mümkün deyildi. Bir foto aparat məndə idi. Bir də rəhmətli Qənifə xanım Səmədovanın isə Kəlbəcərin Qamışlı kəndindən hamımızın ustadımız, müəllimimiz olmuş Qənifə xanım Səmədova da əlində dəftər, qələm və göz yaşları ilə gəlmişdi. Mən Camanla balası Ülviyənin bir-birdən ayrı şəkil çəkəndə ürəyim getmişdi. Mən bunu hiss eləməmişdim. Sonradan bunu Famil Hüseynoğlu mənə xatırlatdı ki, səni də biz meyit kimi qucağımızda aldıq, kənddən çıxartmağa çalışdıq. Lakin ayrılmışam və mən kənddən çıxarılan meyitləri və bir də bir qışqırtı qulağımda qaldı. Qışqırdı, sən deməyəsən, bu şair Əlqəbənin oğluydu. Şəhid qardaşını tanıdığına görə vay qardaş sən də mi getdin deyərək Şabər əminin oğlu qulunun meyidini tərk edərək qardaşına tərəf cümdü. Bunların heç biri mənim yadımdan çıxmaz. Bir evdən, yanmış evdən sonra dedilər bu Həyat xalanın deyəsən meyididir bu. O meyidi də biz çıxartdıq ki, meyidin yarı səsi yanır və qaloşlardan tanıya bilmişdik o meyidi. Ağdaban çox ağır müsibət yaşamışdı və o müsibəti də sadə dillə, belə deyək, soyuqqanlıqla yanaşmaq və yazmaq olmazdı. O cür yazıları yazmağa sevinməzlər. Məhəmməd bəy, Allah sizə can sağlığı Tanrı nə gözəl bizə bir Kəlbəcərlərə o ürəyi verib ki, biz hamımızı ata bilirik bir-birə, qardaş bilirik. Yəni sözün həqiqi mənasında bir atanın evladları kimi çox istəmişik. Və mən də həmin Ağdaban kəndinin bir evladına dönərək mən ağlaya-ağlaya bir kəndin harayı məqaləmə gəldim və sonra Dağların İçində Dağı kitabı
yarandı ki o kitapta məhz Ağdabanın bugün Yolaşanda ziyarət etdiyimiz bir gedən qara karvanına qoşulub ora gedib sonra həmin gecə səhərə qədər mən şəhid yazılarına başladım və mənim şəhidlik taleyim bugün də davam edir. 44 günlük Vətən müharibəsinin şəhidlərini də Ağdaban şəhidlərindən birlikdə ağlamağa gəldiyim üçün mənə yaratdığınız şəraitə görə Kəlbəcər Qayıdış İctimai Birliyinin rəhbərliyinə, üzvlərinə, kollektivinə, Ali Şurasının məclisinə təşəkkürümü bildirirəm. Çox sağ olun. Və mən də özümü bir mənəvi Ağdabanlı hesab edərək mən də sizə təşəkkür edirəm ki, ümumi ictimaiyyət, Kəlbəcərin ümumi ictimaiyyət adından siz bugün bu ziyarəti reallaşdırmışsınız. Tanrı bir də bizə Çox sağ ol, müsibət göstərməsin. Amin. Tanrı bizi Amin, zəfərlə amin. qarşılasın. Həmişə biz zəfərlə dönək hər kəndimizə, obamıza və bu uca bayraqlarımız daim zirvələrdə dağılır. Çox sağ Sağ olun. olun, Sizə inşallah. təşəkkür Çox sağ olun, edirik. Məhəmməd. Var olun, Sizlər var Məhəmməd olun. oğlu, çox sağ olun. Bir daha təşəkkür edirəm sizə. Və arzu edirik ki, bundan sonra sizin yazılarınız ancaq qələbə ruhunda, şadlıqda, ancaq o barədə qələbləriniz işləsin. Allah İnşallah. bir daha bizə bu müharibə alovlarını, bu müharibə zülmətlərini bir daha nəsib etməsin. Var Çox olun. sağ olun. Sağ olun. Siz də Sağ olun. Təşəkkür edirəm. Sağ olun, var Hər olun. birinizə. Sağ olun. Yoldaş olun. Abuşov siz də danışmaq istəyirsiniz də. icazə. Buyur Abuşov. Orada Buyur Abuşov. demək olar ki, ayın 8-də səhər tezdən. Çünki siz burada döyüşmüsünüz ona görə. Kəlbəcərə məlumat gəldi ki, həyəcan siqnalı. Ağdabana erməni girib, hücum eləyib ora. Hamımız, bütün Kəlbəcərin 844 nömrəli döyüşçüləri vardı. Hamımız gəldik bura, amma kəndin girəcəyinə bizi qoymadılar. Dedilər ki, ermənilər bütün kəndi, bütün hər yeri, bütün postları bağlayıblar. Biz gəldik, çay qoymuşam, bu aşağı hissə yoxdur, yolla Hə, gələndə əlinlə sizə göstərirsiz, bəli. Ora gələndə qabağım bizdən biraz aralıdaydı. Qabağımıza BMP-2 gəldi. BMP-2 gələndə biz deməli çəkildik ki, yolun kənarına özümüzə mövqe tutar, düşməndir də, bu mənada. Keçdik, məndə də qrantamyot var idi. Qrantamyotu hazırladım ki, BMP-2-ni vuram. Bizim yanımızda bir nəfər var idi. Səlim müəllim, Allah rəhmət eləsin. Allah rəhmət O eləsin. zamanda Səlim müəllim. Səlim müəllim bizə deyirdilər Gəncədən də köməyə gəliblər. Dedi ki, bəs Gəncə batalyonudur. Vurma, bizimkilərdir. Nəysə biz keçdik, bunu vurmadıq. Gördük ki, yox ermənilər imiş. Deməyəsən BMP-2-dən düşdülər, başladılar bütün meşəni, bütün hər yeri gələn o Kəlbəcərdən gələn qüvvələri verdilər pulemyotun, o BMP-nin pulemyotunun qabağına. Ondan sonra biz həmin o istiqamətlə, deməli meşə ilə qalxdıq bax o buzluq istiqamətinə. Buzluq istiqamətinə indi istəyirik ki, kəndə girək, mümkün deyil. Baxın göstərdiyim o dağın başları var. Bəli. Dağın başından ermənilər bütün postları qurmuşlar. Bütün mövqelərimizi götürmüşdülər. Eyni zamanda da bax Dədə Şəmşirin burada da qəbrinin yanında ermənilər yenə buranın postu götürmüş. Çünki burada döyüşən Mamoy kişi, o vaxtki Mamoy. Deməli həmin zaman o da burada döyüşüb silahlı sursatı qutarıb ermənilər bunu da vurmuşdu, şəhid oldu. Şəhid eləmişlər, bəli. Ona görə də bu postu da zəbt eləmişdilər. Kənd tamamilə Bir də mühasirədə olub. mühasirə Tamam, şəraitində. mühasirə şəraitində olub, bəli. Kənd, inanırsan biz kənardan görürdük ki, kənd müğammət göstərir. Arvad, kişi, qız, balaca, o da hər kəs döyüşürdü. Sonra ermənilər axşamüstü tək erməni deyildi, erməni Rus birləşmələri. Rus birləşmələri, bəli. Onlar mövqelərdən yavaş-yavaş çəkildilər. Ondan sonra biz kəndə girdik, kənddə nə görsək, bütün insanlarımız hamısı qətlə yetirilib, işgəncə formaları, dəhşət heç insanlığa sığmayan elə bir hərəkətlər eləmişdilər ki, vandallıq da, yəni əsl düşmənçilik, bir milləti, bir insan, bir kökü soyqırım etmək nə deməkdir? Bəli, bəli. Bax elə bir vəziyyət eləmişdilər. Sonra keçdik getdik, bax mən gecə ilə həmin gecə orada ermənilər gedəndən sonra o postu orada biz qaldıq, bizim Kəlbəcər batalyonu. Ermənilər bütün kəndi dağıdıb getmişdilər, biz də heç nə eləyəlmədik. Artıq faciə yaşanmışdı da. Faciə yaşanmışdı, heç nə bəli. eləyəlmədik. Bu günləri Dədə Şəmşirin
qəbrinin üstündeyiz. Bayaq da dedim o Çimnaz bibiri. Zahid müəllim Qəbirləri yoldaş. nurla dolsun, Bəli. ruhları şad olsun. Amin inşallah. Onların sevdiği bu gözəl Ruhları artıq kəndləri- şaddır. Hə, hə. Ruhları artıq şaddır. Kəndləri azaddır. Adam inanırsan belə gözümüzün qabağında olan belə bir hadisə olur, dəhşətli hadisə. Ona görə qəhər boğuruz, danışa da bilmirik. Məhəmməd bəy gördüyünüz ki, bu hadisəni görən, o yazan, Canlı şahiddir, belə bəli. canlı bir şahid kimi hər birimiz şahidiyik. Bəli. Amma biz hələ möhkəm adamlarıq ki, o faciəni yaşayırıq. Onu görə biz hələ yaşayırıq. Bəli, bəli, bəli. Allah- Allah Taala bizə səbr verib, təpər verdi və İnşallah. artıq İnşallah, inşallah. torpaqlarımız Qalib kimi azaddır. Bəli, gəlmişik, qalib kimi qəbirlərimizi, gəlmişik. Bəli. qardaşlarımızı Qardaş, ziyarət edirik. Bəli. biz dövlətimizlə fəxr etməliyik. Bəli, bəli. Ay ulduzlu şanlı Ordumuzla ordumuzla fəxr fəxr etməliyik. Azərbaycan xalqı ilə fəxr etməliyik. Adicənə Məhəmməd bəy sizə nəyi deyim? 44 günlük müharibədə bu xalqın birliyindən mən nəyi gördüm, müşahidə elədim. Deməli, Yelmar bəy biz gedirdik cəbhə bölgəsində əsgərlərimizə kömək eləməyə, Kəlbəcərə qayıdı ictimai birliyi olaraq. Deməli, əsgər maşınları gedir, arxadan Məhəmməd bəy, arxadan deməli görsən qadındır, qaça-qaça gedir, əlində nəsə var, kolyokun içində. Qaça-qaça gedir, əsgər maşınına çatır, deyir balam, ala bunu ye. Bəli. O da dürməkdir. Bəli. Dürməyin içində yumurta, pendir. Yəni bu Azərbaycan xalqının, qadının, hər kəsin Qəhrəman elə bir vəziyyətdə birliyidir. xalqa yardımıdır, dəstəyidir. Birlikdir, bəli, bəli. Yəni bu tək bilirsən kimin adına yazmaq olmaz. Bu Azərbaycan xalqının qələbəsi. Bəli, bəli. Bizim birliyimizin qələbəsidir. Bəli. Biz nə qədər ki birik, möhtəşəmik. Bəli. Tarix yazacağıq. Mən də istəyərəm ki Azərbaycan xalqı necə ki qızıl hərflərlə həmişə tarix yazır, eləcə də tariximizi uzadaq, Təbrizimizə gedək, Dərbəndimizə gedək, Zəngəzurumuza gedək, bütün İnşallah. Azərbaycan olsun. Turana doğru. Turana doğru. Dədə Şəmşirin də ruhu şad Bir dənə olsun. tut, bir dənə söz Onu deyim. şad ki. Ziyarətindeyiz. Biz bu günləri Kəlbəcəri Qayıdı İctimai Birliyi olaraq gəlmişik Kəlbəcərdə Ağdaban faciəsinin 33-cü il dönümünü qeyd etmişik və oradan da gəlmişik Ağdaban kəndinə. Ağdaban kəndində biz burada ziyarətimizi elədik, sevinirik bu günlərim. Həqiqətən torpaqlarımız azaddır. Bir şey haşiyədə çıxmaq istəyirəm. Bu günlərin biz Ərdoğana da təşəkkürümüzü bildirməliyik. Bəli, Çünki bəli. Türk ordusu olmasaydı biz bu torpaqları ala bilməyəcəkdik. Onların Hər sayəsində cürə o- dəstəyi hər olmasaydı. cür dəstəyi oldu. Ona Bəli, görə bəli. mən Ərdoğana təşəkkür edirəm. Bəli. Türk xalqına və Allah türkləri qorusun. Türk millətinə təşəkkür Böyük edirəm. Türk oğludur. Türk dünyası. Böyük Türk oğludur. Qarabağ Azərbaycandır. Bəli. Biz bir millət, Bəli. iki devlətiz. Bəli. Biz bir millət, indi çox devlət. Bəli. Eşq olsun. Bəli, bəli, Biz bəli. bir olanda güclüyük. Bəli. Biz bir olanda güclüyük. Biz bir həqiqətən bir olanda daha güclü olur. Biz elə bugün birik. Bəli. Birik. Bəli. Və Allah bu birliyimizi daim qorusun. Və yenə də hər birinizə təşəkkür Məhəmməd edirik. bəy. Ağdaban İctimai Birliyi adından hər birinizə minnətdarlığımızı bildiririk. Ağdaban eli adından çox sağ olun, çox var olun. Allah Sağ olun. qorusun. Bu bizim hər borcumuz, özü müqəddəs borcumuz. Var olun. Var olun, var olaq. Yaxşı ki varıq. Yaxşı ki Türkük. Ay, kişilərə bax, qadasını alın bu kişilər. Belə bir kişilərin vətənə heç vaxt düşmən tapdağında olarmaz. Allah sizləri var eləsin. Bax, Turana gedən kişilərdir ya bu kişilər. Bəli. Turana gedən, Təbrizi bu kişilərlə alacaq. Bunun nəvələri alacaq. Bunların balaları, övladları. Eşq olsun. İnşallah. Əbədi qalibiyyət İnşallah. bizimkidir. İnşallah. Dədə də qoy 21-ci rahat əsr. yatsın. Bilsin ki, onun o arzuları, hədəfləri var. Hamısına çatacaq. Qoy bizim yağı düşmənlər bilsin və unutmasınlar. İnşallah. Bəli, 21-ci əsr Türk əsridir. bəli, bəli. İnşallah. Tanrı bozqurtları qorusun. Tanrı Türk'ü korusun. Sağ olun. Tanrı Türk'ü korusun. Sən durabsın. 2-3 dəqiqə səbr eləyin.